Salam dostlar, bu günləri fərqli bir video ilə qarşınıza çıxmışam. Arxamda da gördüyünüz kimi bir motosiklet incələmə videosu olacaq. Bu mənim ilk motosikletimdir. Zongshen Era 1 modeli. Yəni bu motosikletin incələməsini məndən istəmişdilər. Məhz elə bu günlərdə mən qərara gəldim ki, motosikletin incələmə bir videosunu çəkim sizin üçün. Da vurğuladığım kimi bu motosiklet mənim ilk motosikletimdir. Yəni bundan öncə mənim heç bir mototexnikam olmamışdı. Mototexnika almaq qərarına gələndə də çox götür-qoy elədim ki, bazarda müxtəlif tip motolar var. Biraz araşdırma elədim və mən yaşıma görə, yəni öz zövqümə görə klassik bir moto tercih etdim. İstəyirdim ki, klassik görünüşlü bir chopper tipli bir motosiklet olsun. Müxtəlif belə seçimlər var və təbii edirəm ki, ilk həm öyrənmək üçün, həm də motosikletə düzgün sahiblənmək üçün məncə kiçik bir kubdan başlamaq lazım idi. Kiçik dedikdə, yəni orta bir kubdan. Mənim motosikletim Zongshen Era 1 200 cc-dir. Məncə ilkin öyrənmək üçün çox maraqlıdır və hətta öyrəndikdən müəyyən bir zaman sonra da bu motosikleti zövqlə sürmək olur. Belə də oldu və mən qısa bir müddətdə elə özüm bu motosikleti sürməyi öyrəndim və qərara gəldim ki, klassik bir motosiklet alacağam. Bu müxtəlif markaları çek etdikdən sonra, müxtəlif markaları gözdən keçirdikdən sonra həm qiymətinə görə, həm də görünüşünə görə məni Zongshen Era 1 modeli cəlb etdi və mən bunu aldım. Və daha sonra bu motosikleti mən sizin üçün daha yaxından göstərəcəm, incələyəcəm. Sürüş testlərimizdə olacaqdır. Motosikletimiz görünüş baxımından Harley Davidson'u xatırladır. Harley Davidson'ın Sportster modelini xatırladır. Bu model bir chopper modeldir. Bir görünüş baxımından bir chopper stilindədir. Hesab edirəm ki, yeni başlayanlar üçün bu motosiklet kifayət qədər yaxşı bir seçimdir. Həm öyrənməyə, həm də öyrəndikdən sonra da zövqlə sürməyə sizə bir növ kömək olacaq və yardımcı olacaqdır. İndi isə dostlar, keçək motosikletin özünə, keçək yaxından bir növ yaxın görünüşlərdən motosikleti sizə təqdim edim. Baxaq və görək ki, necədir. Daha sonra da sürüş testlərimiz olacaqdır. Bəli dostlar, təqdim edəcəyimiz motosiklet Zongshen Era 1 modelidir. Zongshen Era 1 modeli. İlk öncə adından danışmaq istərdim. Bu motosiklet daha çox gəlirdi əvvəl Zongshen adı ilə. Sonra Çində rebranding etdilər bu motosikletdə. Yəni adında daha doğrusu rebranding etdilər. Avropa alıcısı Zongshen deməyə bir növ alışmadığına görə adını Zongshen etdilər. İndi isə motosiklet Zongshen Era 1 olaraq gəlir. Motosikletimiz sadə görünüşə malikdir. Yəni elə bir elektronika ilə də zəngin olmayan alətlər paneli vardır. Misal üçün burada uzaq yaxın işıqları görə bilirsiniz. Daha sonra karbürator motor olduğuna görə eyni zamanda burada pasos var. Daha sonra belə bir sürət göstərici panelimiz var. Mexaniki sürət göstərici panelidir. Burada yanacaq sərfiyyatını göstərir, nə qədər yanacaq olduğunu göstərir və eyni zamanda neçə min kilometr getdiyini görə bilirsiniz. Hal-hazırda 2162 kilometr getmişəm. Apkatka devri yeni bitmişdir motosikletin. Burada kill switch açarı açdıqdan sonra bu düyməni basaraq yenidən motosikleti aktiv hala gətiririk. Burada isə yaxın uzaq işıqlara keçmək üçün, daha doğrusu qabarit işıqları və yaxud motosikletin yaxın və uzaq işıqlarını işə salmaq üçün olan bir düymə vardır və burada da starter, yəni start düyməsi vardır. İndi motosikletimizi işə salacağıq. Və bir də burada gördüyünüz kimi siqnal vardı. Onu da mən indi göstərəcəm. Motosikletin bir xarici görünüşünə nəzər yetirək. Bir ədəd böyük lampanın deməli uzaq və yaxın işıqları var. Bir də qabarit işıqlarının yanır. Motosikletdə qəza işıqları yandırma yoxdur. Məncə bu bir onun əksisidir. Amma sağ-sol dönmə işıqları var. Bundan istifadə etmək olur. Və daha sonra ön təkər nazikdir qismən, amma arxa təkər kifayət qədər qalın bir təkər. Bəli, ABS yoxdur və traction control yoxdur motosikletimizdə, amma öyrəşdikdən sonra, yəni tormuz yolunu artıq bildikdən sonra kifayət qədər tormuza öyrəşmək olur. Sözsüz ki, ABS motosiklet kimi çox ani, kəskin tormuzlama eləyə bilmir. Yəni bunu sürərkən anlamaq lazımdır və bu motosikletin tormuz imkanlarına uyğun motosiklet idarə etmək daha məqsədə uyğundur. Tormuz 200 cc həcmində, yəni 200 kubluq və gördüyünüz PZ30 karbürator var burada. Amortizatorumuzda, yəni tənzimlənə bilən amortizatorlardır. və belə bir səs boğucusu var. Arxa əyləc var və çox müsbət bir cəhətlərindən də birisi də ayaq qoymaq üçün belə bir platforması var. Yəni sürərkən çox konforludur, ayağı rahat şəkildə ora qoymaq olur. Bakı hardasa 13 litr tutur və 100 kilometrədə
3 litr benzin işlədir. Yəni qalan nəyi söylədim, nəyi söyləmədim onu da deyə bilmirəm. Arxada əyləşmək üçün belə bir yeri var. Mən hal-hazırda kaskamı qoymuşam bura və 2 ədəd qofur bunu özüm almışam. Yəni motosikletin standart, yəni kompleksifikasiyasında bu yoxdur. Motosikletimizin açar yeri gördüyünüz kimi sağdandır. Adətən klassik motosikletlərdə, Harley Davidsonlarda olduğu kimidir. Motosikletimiz bu şəkildə işə düşür. Egzoz səsinə biraz yaxından qulaq asaq. Belədir. Yəni məncə az da olsa müəyyən qədər informasiya verə bildim motosikletimiz haqqında. Nəyisə də unutdumsa kommentlərdə yazın, bildirin. Çalışıb onlara da daha sonra cavab verə bilərlər. Hə, bir də siqnalını verə bilərik. Məsəl üçün siqnalına baxın. Məncə siqnalının səsi yaxşıdır, normaldır, yəni eşidilir. Kənardan gələndə də avtomobilin içində olan şəxslər də siqnalı eşidə bilirlər. Bəli dostlar, əgər videonu bəyəndinizsə, zəhmət olmasa like düyməsini basın, kanala abunə olun. Mən də həvəslənim və belə videoların ardı gəlsin. Sözsüz ki, biz də bunu izləyici üçün edirik ki, bizim videolarımız nə qədər çox izlənirsə, biz də həvəsə gəlirik və daha yeni kontentlər, yeni videolar hazırlamaq istəyirik. Gələn videolara qədər sağ olun.